Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zakharova Ermənistanın baş naziri Nikol Paşinyanın türklərlə bağlı səsləndirdiyi fikirlərə cavab verib. Global İnfaz xəbər verir ki, bu barədə o Telegramda paylaşım edib. Belə ki, Ermənistanın baş naziri Nikol Paşinyan türklərlə bağlı formalaşmış stereotiplərin Rusiya tərəfindən yaradıldığını bildirib. Biz deyirik ki, türk heç vaxt dəyişmir. Türklərin də ermənilər haqqında eyni fikri var. Biz Azərbaycanlıya necə etibar etmək olar deyirik, onlar da erməniyə necə etibar etmək olar deyirlər. KGB agentləri tərəfindən formalaşdırılmış dünya görüşündən azad olmalıyıq deyə o qeyd edib. Zakharova isə KGB-nin yalnız 1954-cü ildə Osmanlı İmperiyasında erməni soyqırımından təxminən 40 il sonra yaradıldığını xatırladıb və bu cür ittihamların əsassız olduğunu deyib. Osmanlı İmperiyasında erməni soyqırımı 1915-ci ildə KGB-nin yaradılmasından təxminən 40 il əvvəl başlayıb. O vurğulayıb. Statın sonu. Əziz izləyicilər, xəbərlərdən məlumat almaq üçün kanalımıza abunə ola bilərsiniz.